Bayılda Qazalin küçəsi 33 ünvanında köçürülmə gedir. Digər bu köçürülmədən kənarda qalanlar da var. Nə az nə çox düz 10 ailə. Susuz, qazsız qalan ailələr nə etsin və ya bu problemin həlli necə olacaq? Süjet izləyək. Yaşayırız, sanki Afrika cəngəlliyindəyik. Toz, torpaq, duman. Ondan əlavə qazımızda kəsdilər, xəbərdarsınız. Yəni qazı kəsiləndə bizə də məlumat verilməlidir ki, qazınızı kəsilir sizin. Bu dərəcədə olmaz da, gəlsinlər, heç olmasa maraqlansınlar. Mən insanım, mən niyə şikayət eləməliyim? Bu əraziyə ayrılan o nümayəndələr var, gəlib bir maraqlanmalıdır, görməlidir. Səbail rayonu Qazalin küçəsi 33 ünvanının sakinləri mavi yanacağa həsrət qalıblar. Düz 15 gündür ki, ərazidə yaşayan məcburi köçkünlərin ümumi istifadə etdiyi qaz xətti kəsilib. Buna səbəbsə həmin ünvandan köçürüləcəkləri ilə bağlı onlara verilən vəddir. Deyirlər ki, elə vəd olaraq qalan bu məsələ üzündən olmazın problemləri yaşanır. İşıq, su, qazın yoxluğu yaşayışı dözülməz edib. Məcbur olub odun peçindən istifadə edirlər ki, bu da maddi baxımdan əl vermir. Ya bizi köçürsünlər, ya bir əncam çəksinlər, ya bu qazımızı, suyumuzu əgər kəsəcəklərsə, burada doğrudan da yaşamağa hiss dəyməz. Yəni biz burada vətəndaşıqsa, burada yaşayırıqsa, heç olmuyor bizə də bir problemlərimizlə bizə də məşğul olsunlar. Ərazidəki bir qrup məcburi köçkün artıq Mehdiyabada köçürülüb. 10 ailə isə hələ də həmin günü gözləyir. O günün nə vaxt gələcəyi məlum olmadığından əraziyə yenidən qaz xəttinin çəkilməsini tələb edirlər. Bunun üçün hətta aidiyyatı qurumlara da müraciət ediblər. Siz özünüz Azərqaza müraciət eləmişsinizmi? 2 il bundan qabaq məktub yazmışam, müraciət eləmişəm, baxılmayıb. İcra hakimiyyətində olmuşam, bizlik deyil, qaz idarəsi baxır, qaz idarəsi də keçin eləmir. Uşaqlıyıq, əlili var, şikəsti var. Mümkünü yoxdur yaşamaq. Sakinlərin mavi yanacaqla bağlı problemini Azərqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Araz Ağayeva çatdırdıq. Qurum rəsmisi həmin ərazidə yeni yol salındığından Səbail rayon qaz istismar sahəsinə məxsus dispeçer məntəqəsinin ləğv olunduğunu bildirdi. Ləğv edilən həm də yolun tikintisinə mane olan uzunluğu 1300 metr olan qaz xəttidir. O ki qaldı, alternativ xəttin çəkilməsinə. Onların özləri abonent kimi qaz istismar sahəsində qeydiyyatda deyirlər və dəfələrlə qaz xəttinə qeyri-qanuni qoşulduqlarına görə onlara xəbərdarlıq olunub və qoşulmalar ləğv olunub. Bizdən asılı olmayan obyektiv səbəblərlə bağlı artıq həmin xəttdən onlar istifadə edə bilməyəcəklər, çünki xətt demontaj olunub. Başqa heç bir abonent həmin xəttdən istifadə etmir və alternativ xəttin çəkilişi də nəzərdə tutulmur. Hər halda rəsmi qurumlara həmin ünvandakı sakinlərin tez bir zamanda köçürüləcəyi ilə bağlı məlumat verilib. Bu isə o deməkdir ki, o günə çox az qalıb. Sakinlərə qalansa həmin günə qədər səbr etməkdir.